Salam hanımlar, kanalıma hoş gəlmisiniz. Bu gün sizinlə bir yerdə hazırlaşım dedim. Bu gün artıq evliliğimizin 2 ili tamam olur. Ona görə də qeyd edəcəyik və hazırlaşmanı bir yerdə dedim eləyək. Nemləndirici olaraq Faberlicdən istifadə edirəm. Dodaq üçün də Faberlicə aiddir. Çox yaxşı nemləndirir. Baza olaraq Flormardan. Bu bazanı çox bəyənirəm. Sadəcə gündəlik makiyajlarımda istifadə eləmirəm. Tanani olaraq Esklamdan istifadə edəcəm. Esklamın örtücülüyü ortadan yüksəyə doğru gedir. Bəyənirəm, çox yaxşıdır. Sadəcə yaxşı nemləndirmək lazımdır üzü. Ten olaraq Revolution'dan istifadə edirəm. Baza olaraq bundan istifadə edəcəm, amma əsasını Physician formulasından istifadə edəcəm. Bunun teksturası biraz kremdir, elə bil ki. Sadəcə bir minusu var mənə görə, çox dağılır. Tozlanır teni vuranda. Amma pigmentasiyası çox gözəldir. Hanımlar, sizdən bir xahişim olacaq. Əgər videolarımı bəyənirsinizsə, kanalıma abunə olub mənə dəstək olsanız çox sevinərəm. Hər videoda deyirəm, amma ümid edirəm ki, mən başa düşürsünüz. Mənə dəstək olan hər kəsə də təşəkkür edirəm. Göz içinə karandaş olaraq notdan istifadə edirəm. Concealer olaraq Lamer'dən istifadə edirəm. Çox yaxşıdır örtücülüyü. Sabitləmək üçün Kiko'dan istifadə edirəm. Bunun sabitləməsi çox gözəldir. Üzdəki parıltını, yağlılığı götürür aradan. Bronzer olaraq Belor dizaynından istifadə edirəm. Ənlik də həmçinin Belor dizaynından istifadə edirəm. Bronzerin üzərindən isə Revolution'dan istifadə edəcəm. Çünki o kremdir. Bunu sabitləmək lazımdır. Bir də göz pınarlarıma da oradakı highlighter'dan istifadə elədim. Göz altıma da təzədən bu ten paletindən istifadə edirəm. Sabitlədikdən sonra. Qaşlarım üçün Vivian Sabo'dan istifadə edirəm. Qaş jeli Faberlic'indir. Çox yaxşı sabit saxlayır qaşları. Dodaq qələmi olaraq istəyirsən istifadə edirəm. Gloss olaraq pomada bundan istifadə edirəm. Qalıcılığı yaxşıdır. Highlighter'dan Charlotte Tilbury'dən istifadə edirəm. Ətir isə Faberlic'indir.